İyulun 15-də Misir Ərəb Respublikasının Milli Günü münasibəti ilə Bakıda qəbul keçirildi. Mərasimdə əvvəlcə Azərbaycan və Misirin dövlət himnləri səsləndirildi. Daha sonra çıxış edən Misirin Azərbaycandakı səfiri Hüsaməddin Əffat Mustafa Rəda, ölkələrimiz arasında mövcud olan ikitərəfli əlaqələr, dövlət başçılarının iradəsi sayəsində əlaqələrin dərinləşməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstək prinsiplərindən danışdı. Azərbaycan hökuməti adından mərasimdə iştirak edən Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan-Misir münasibətlərinin inkişaf istiqamətləri, iqtisadi sahədəki göstəricilərdə artımın müşahidə olunduğunu, eləcə də humanitar sahə üzrə perspektivlərdən danışdı. Çıxış edən hər iki natiq Azərbaycan və Misir liderlərinin qarşılıqlı səfərlərini xüsusi olaraq vurğuladılar. Biz sadəcə mövcud əlaqələri davam etdirmirik. Münasibətlərimizdə tamamilə yeni bir səhifə açırıq. Çıxışımda da vurğuladığım kimi, əlaqələrimizin tarixi həm Azərbaycanın mərhum ümumilli lideri, həm də Misirin bütün əvvəlki prezidentlərinin dövrünə gedib çıxır. Əlbəttə ki, bu münasibətlər Prezident Əbdülfəttah Əs-Sisi və Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük dəstək qazanıb. Prezident Sisinin 2023-cü ildə Azərbaycana, Prezident İlham Əliyevin isə hər hansı beynəlxalq konferansda iştirak etmək üçün deyil, məhz iki tərəfli rəsmi səfər çərçivəsində 2024-cü ildə Misirə səfər etməsi bunu sübut edir. Hesab edirəm ki, bizim bir-birimizə təklif edə biləcəyimiz imkanlar olduqca genişdir. Liderlərimizin siyasi iradəsi hazırda bizim praktik əməkdaşlığımızdan xeyli irəlidədir. Biz hər iki liderin gözləntilərini doğrultmalı, bu yüksək səviyyəyə ucalmalıyıq. Qısaca daha bir suala keçək. Biz bir çox sahədə əməkdaşlıq edə bilərik. Azərbaycan neft və qaz sahəsində çox irəliləmiş bir ölkədir. Misir də həmçinin. Lakin bu xüsusi sahədə tərəfdaşlıq üçün qapılar hələ də tamamilə açıqdır. Digər tərəfdən Misir əczaçılıq sahəsində olduqca inkişaf edib. Həmçinin sənaye mallarının istehsalında və digər sahələrdə də güclü mövqeyə malikdir. Qeyd edək ki, 1952-ci il iyul inqilabı hər il Misirdə milli gün kimi qeyd olunur. Azərbaycanla Misir arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Misir Azərbaycanda səfirliyi açan ilk ərəb ölkəsidir. Eləcə də Azərbaycan Afrika qitəsində ilk səfirliyi məhz Misirdə açıb. Kamran Qasımov, Eldəniz Əhmədov, Real.